Yalnız bir yolu var. Çıxış yolu. Xanımlar və cənablar, layihənin aparıcısı Nuranə Gülər. Axşamınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Xoş gördük sizin hər birinizi, mənim əzizlərim, dəyərli ekspertlərimiz, xoş gəlmişsiniz. Hər biriniz axşamınız xeyir. Xətrə xanım, xoş gördük sizi. Bizim dəyərli, sevilən aktrisamız sizi burada görmək bizim üçün çox xoşdur. Xoş gəlmişsiniz. Xoş gününüzə gəlin. Əziz tamaşaçılarımız, dünəndən mən Bəxtilərin övladlarının icra şöbəsindəki psixoloqlarla, icra nümayəndələri ilə danışıqlarını gördüyüm andan mən özümdə deyiləm. 2 az yaşlı uşaq, təsəvvürünüzə gətirirsiniz, uşaqların birinin 5 yaşı var, birinin 7 yaşı var. Və hələ bu proseslər bir il bundan da öncə olub, düzdürmü, başlayıb. Deməli, nümayəndələr uşaqlara sual verirlər. Ata ilə getmək istəyirsən, yoxsa ana ilə getmək istəyirsən. Uşaqlar belə döyüşmüş vəziyyətdə qalıblar. Bilirsiniz, körpə dax uşaqlar. Bu uşağın 10 yaşı yoxdur, 12 yaşı yoxdur ki, uşaq nəyisə anlasın, başa düşsün. Və il yarımdır bu uşaqlar ananın yanında deyirlər, ana nəvazişindən uzaqda qalıblar bu uşaqlar. Ata da israrla deyir ki, yox, uşaqlar qətiyyən anaya gedə bilməzlər. Və o icra şöbəsində də indi rejissorumuzdan xahiş edəcəm, o görüntüləri bir daha sizin diqqətinizə çatdıracaq. Ata israrlıdır ki, uşaqlar ananın yanına getməyəcəklər. Ana normal vəziyyətdə deyil. O normal vəziyyətdə olmayan qız bir həftədir bizim studiyamızdadır. Yəni bir anormal hərəkətini görməmişəm. Həmən çünki burada bir neçə saat olduğumuz müddətdə insanları biz tanıyırıq. Bir hərəkətindən, ən azından bir içəri girməyindən, salam verməyindən ən azından fikirləşirsən ki, bu adamda nəsə bir balaca digərlərindən fərqlidir. Və mənim əzizlərim, Bəxtilərin keçmiş ərin deyim, nə deyim, necə adlandıraq? Keçmiş həyat yoldaşı bizim studiyamıza gəldi. Düzdür, canlı efirimizə gəlmədi, amma mənimlə görüşdü. Nələr danışdı? Bax, bu xanım haqqında, bu qız haqqında, bu 2 uşağın anası haqqında. Yəni, danışdıqlarının bir çoxunu heç istəmirəm burada danışaq, amma deyə biləcəklərimizi sizinlə bölüşəcəyik. Bildik, siz bu xanımla, bu qızla evlənəndə bir araşdırmamışsınız ki, bunun psixik problemi var, niyə araşdırmamışsınız? Çünki dostum uşağım, xalası, uşağın dostumun xalasıdır. Yəni dostunuza inanmışsınız ki, sənin xalanızı, yaxşınızı gedir ama. Yaxşı, bəs aldınız, gətirdiniz, gördünüz ki, bu problemlər var. Hamile olandan sonra Maalıcı olur gəlmiş. anası rəhmətə gedən niyə qoymamışsınız ki, anasının yasına getsin? Anasını aparım mən dəfnəmişim, özərlərdim. Siz dəfnələmişsiniz. Bir yerdə getmişim, təbii ki. Yasda o da iştirak edir. Bəs necə deyir ki, məni qoymadılar anamın yasına gedirəm? Siz sual verin ki, siz sual verin ki, qanunlar nəzəsində yardım etmişsiniz. Niyə bəs uşaqlar niyə deyirlər? Uşaqlar deyirlər anamızla niyə qalmırıq? Yox, bəs sizə başa düşdüyüm uşaqlar sizə... Uşaqlar mənə gəldiyi il yarım mən zorla onu aparırdım. Sürüklüyüm, aparırdım. Görüşdürməyə? Yox, təfil verirdilər, saat boyu götürürdüm. Gəlirdiniz, görüşürüz, aparmışım. Aparırdım, bir qədər yola gedirdik, gətirirdim ancaq xəstə malıcı edirdim, orasını, burasını, beləni baxardım. Bütün hamısını malıcı edib, çəkmişim hamısını. Və sürükə necə ağıllılar. Yəni uşaqlar anaların yanına getmək istəmirdilər? Qərarda da yazır, baxın da bu sənədləri bir müqadəsə icradır. Başa düşdüm. Boşanmayı kim vermişdi? Boşanmayı kim vermişdi? Boşanmayı vermişdi. O vermişdi. O kanalları qoyub getmişdi. Uşaqlar atıb getmişdi. Atası çağırdı, Neçə gün, neçə ay uşaqları atıb getmişdi? Mən də apardım elə. Neçə vaxt uşaqları atıb getmişdi? Arzu bir 6 ay çəkin oydu. 6 ay uşaqları atdı getdi. Eşitdiniz də, əziz tamaşaçılarımız? Əlbəttə danışacaqsınız, təbii danışacaqsınız. Telefon bağlantısında olsun Pərvin bəy.
Yəni Pərvin bəyin dediyi sözləri eşitdiniz. Onun dediyi sözlər hər biri belə deyim. Müşabə xanım, siz deyirsiniz də yalandır, düzdürmü? Siz deyirsiniz yalandır. Burada hamı o qədər bir-birinin sözünə yalandır deyir ki, bəzən mən elə bilirəm ki, mənim adım Nuranə deyil, yalandır. Nuranə xanım, Bəli. bir neçə icra şöbəsində, o icra prosesində iştirak etmişəm və imkan verəcəksiniz inşallah. Mən tam təfsilatla deyəcəyəm, danışacağam. Çünki vaxtilə mənim bacım deyil, anam deyil. Vaxtilə ərinin dediyi adam olsaydı, mən onu həndəvərimə buraxıb onu müdafiə eləməzdim. Ərinin... Rəsmi olaraq siz Bəxtilərin müdafiəçisiniz. Rəsmi nümayəndəsiniz. Bəli, icra şöbəsində dəfələrlə dolmuşam. Onun dediklərinin hamısı yalandır. Bilirsiniz, əslində qala Nuranə xanım, icazə versə ətraflı danışmağa. Bəli, buyurun. Bilirsiniz, bunun keçmiş həyat yoldaşı, əslində qalanda siz onunla bəlkə də danışıqda təmasda olmuş, onun özündə psixi problem var. Onun ailəsində, özündə, anasında hətta. Buradan bu yana qalsın. Onun məqsədi bilirsiniz nədir? Bax, bunlar sizin dedikləriniz ittihamlar da. Onun məqsədi, onun məqsədi, anasında. Mən deyim, onun məqsədi bilirsiniz nədir? Onun məqsədi, o Pərvin məqsədi alimentdən yaymaqdır və o vaxta qədər ki, tam uşaqlar bunun sözünü deyəndən sonra anaya qarşı aliment tələbi qaldıracaq. Bunu mən sizə deyim. Bu bir. İkincisi, yəni, onun... hal-hazırda onun məqsədi odur ki, alimenti verməsin. Bəli. Yaxşı, Çünki dəfələrlə mənim yanımda... Gəlin belə danışaq. Bir uşaq üçün 200 neçə manatdır? 249, 35 manat. 235 manatdır. Bəli. İki uşaq üçün hardasa 400-500 manata qədər. 500 manata qədərdir. Axı deyək ki, o 500 manatı verməmək üçün bunu edirsə, o hal-hazırda uşaqları evinə aparıbsa, axı 500 manatdan qat-qat artıq pul xərcləyir iki uşağa. Mən sizə bir söz deyim. Nuranə xanım bir söz deyim mən sizə. Bu adamın özünün heç yerdə işləmir. Bu adi elə bir ara, məsələn, kimsə çağırar, kartridж doldurar, falan filan, belə eləyər. Onun rəsmi iş yeri yoxdur. Kimin? Əgər həmin o Pərvinin, əgər onun dedikləri doğruydusa, Baxtiliyə qarşı, belə deyək də, niyə birinci uşaqdan sonra, ümumiyyətlə, elə bir adam idisə, niyə uşaq dünyaya gətirdi? Bir keçmişdi, ikinci uşağı niyə dünyaya gətirdi? Yəni, uşağı Pərvin tək dünyaya gətirmir ki? Ayso, əlindəki... Uşağı doğan... Nuranə xanım, əlindəki o flash kartı il boyu 2023-cü ildən gəzdirir bu adam. Hüquq mühafizə orqanlarında məhkəmənin neçə dənə proseslərində gedib, özü də iddiaçı olaraq. Amma hakimlər, hüquq mühafizə orqanı onun əlindəki flash kartı sübut növü kimi qəbul etmədiyi üçün bütün məhkəmə qərarları Baxtilə xanımın xeyrinə. Əslində bundan sonra mən Baxtilə xanım, o uşaqlar böyüyür. İndi bu vaxta qədər hələ uşaqların beyni deyək ki, çox dərk eləmir. Adını dəli qoyub, dəliliyi ilə bağlı məhkəmənin ekspertizası rəy verdi ki, normal insandır. İndi biraz bundan sonra o flash kartı əlində gəzdirir, bayraq eləyirsə, bundan sonra da onun əxlaqına, şərəf ləyaqətinə alçaldığı sözlər deyirsə, sabahlarda uşaqlar böyüyəndə uşaqlara anaya qarşı əxlaqsız qadın kimi tanınacaq. Ona görə də mən günü sabahtandan Pərvinə qarşı məhkəmə iddiası qaldıracağam. Şərəf ləyaqətinin alçaldılması, qoy onun əlindəki o flash kartları məhkəmə nəzarəti qaydasında təqdim eləsin və məhkəmədən tələb eləyəcəyik həmin o flash kartdakı kadrlar və yaxud da şəkillər ekspertizaya getsin. Nədir o flash kartdakı hansı kadrlardır? Ümumiyyətlə nədir ki, sübut növü kimi nə götürür bura? Bu kadrlardır da flash kartdakı. Pərvin bəy, hal-hazırda bizim efirimizi izləyirsiniz. Mənə dediniz ki, 6 ay müddətində uşaqlarını atıb çıxıb gedib. Bax, bu sözü siz mənə dediniz, düzdürmü? Söyləyirlər ki, yalan deyir, 6 ay müddətində o uşaqlarını atıb getməyib. Əgər bununla bağlı 6 ay müddətində ananın uşaqlarını atıb getməsi ilə bağlı əlinizdə bir sübut varsa, o sübutu verin bizə. O sübutu bizə verin. İnandırım sizi ki, Pərvin bəy, əgər siz o sübutu bizə versəniz, çıxış yolu proqramına versəniz ki, 6 ay müddətində ana bilərəkdən uşaqlarını atıb çıxıb gedib və mən ona görə bugün uşaqlarımı özüm götürmüşəm himayəmə, mən buradaca sağollaşacam Bəxtilə ilə. İncəməzsiniz ki məndən, hə? İncəməzlər ki məndən. Nuran xanım, buyurun. Nuran xanım deyir, əgər yalan tutar yeriməz məsələsi var. İndi hərəsinin özünə görə
öz iddiaları var da. Hə, o deyir ki, belədir. Əsas məqsədi siz əgər aliment görürsə, alimentdə yaxşı razılaşma olsa müəyyən qədər güzəştlər. Mən dünənlərin də onu dedim. İstəmirəm. Alimentdən də imtina edirəm. Alimentdən də imtina edir. Məhkəmə qaydasıyla imtina edirəm. Alimentdən imtina edirsə o uşağı niyə qaytarmır? Yəni deyir ki, aliment verməz. O deyir ki, siz iddia elədiniz ki, bayaq üzrsən, bayaq iddia elədiniz ki, alimentə görə uşaqları vermək istəmir, özündə saxlayır. İndi deyirsə, alimentdən də imtina edirəm. Niyə də uşağı vermir? Qaytarmır. O deyir ki, alimentdən imtina edəcəksən, uşaqları qaytarandan sonra... Bir-birinə zid söz Bu deyirsən. məsələlər ümumiyyətlə elə bir məsələdir ki, təbiidir, hər bir tərəf özünü müdafiə edir. İstər yalandan olsun, istər özün təmizə çıxartmaq olsun, bir mərarı dırnaq arasında deyirəm ki, bu da normal bir şey. Yəni deyirəm, o da özünü avtomatik normal çıxartmaq, düz çıxartmaq kişidir. Amma əsl halda mən təklif edirəm ki, oğlan niyə efirə gəlmir? Gəlsin Çıxmaq də, istəmir. gəlsin Yaxşı, efirə. çıxmaq istəmirsə, o birisi xasmazlar kimi dayansın kamera arxasında, biz ondan üzbəüz danışaq. Buyursun, Pərvin bəy, gələ Üzbəüz bilərsiniz. danışaq. xanım, Mən bir onun də- bir kadrına baxdım, kadrından, bədən dilindən 2 nümunə tutdum, onun üçün istədim ki, yalan deyir. Amma gəlsin, o hünəri var da belə Deyirsiniz ki, deyək. Pərvin bəyin dediklərinə inanmırsınız. Hələ mən 2 dənə kadrın, bir neçə kadrdan 2 nümunə tutdum, mən şəxsən Bax özüm özümə Pərvin bəy, inanmıram. bax buradan sizə səslənirəm. Sizin dediklərinizə mən inanıram. Amma ekspertimiz deyir ki, mən Pərvin bəyin dediklərinə inanmıram. Ona görə ekspertlərimiz sizinlə görüşmək istəyirlər. Yəni burada mən harasa gəlirəm, mən harasa gəlmirəm. Belə deyim də Nurhanə biz xanım, burada uşaq oyuncağı deyil ki, Ay Nurhanə ortada iki sizin övladınız var və övladlarınızın taleyi həll olunur. Və məhkəmə qərarı ilə övladlarınız hal-hazırda sizin yanınızda deyil, ananın yanında olmalıdır. Buna da baxaq. Buyurun. Nurhanə xanım, hər bir səbəbin öz səbəbi var. Uşaqlar harda olub? Ana harda olub o 6 ayın müddətində? Gəlin bura zəhmət olmasa, gəlin. Ananın dili var, ağzı var maşallah. Qoy özü də. Siz hardaydınız ki 6 ay atanın yanında qalıb? 2022-ci bu söhbət olub 2022-ci il 15 avqustunda mən evdən döyülmüşəm və evimdən 150 metr kənarda gətirib ayaqyalın atılmışam. Kim tərəfindən? Yoldaşım və qaynatam tərəfindən. Azərbaycanın Bəli. polisi var. Polisə müraciət olunub. Ay bacı, Azərbaycanın polisi Yox, var ondan və sonra. özü də polis kimsə tərəfindən kimsə Verilib polisə. təcavüz olunursa, döyülürsə, Ekspertizaya da əzilirsə. göndərilmişəm. Təcavüz deyil Bir də, dəqiqə. zorakılıq faktı Mən başa vardır. düşürəm, yəni kimlərisə Bəli, deyirəm. döyülmə faktı var. Döyüldün. Yəni biz demirik Polis ya, onu onu da o qeyd deyir. elədi. Bəli. Bu sizə bir iddia vermir axı siz uşaqları qoyub gedəsiz. Mən qoyub getməmişəm Dövlət var, uşaqlarıma. dövlət o polisi mütləq anaya verir. Bir mənalı. Vermədi. Polis mənə dedi ki, mənim Əzizim, ixtiyarım polisi yoxdur. sizlə polis aparıb siz uşağınızı Vermədi, saxlayan mənə xanım deyil. deyəsiz, 31 nömrəli polis Mən, bölməsinə polis Xanım uşağı rayonu anaya ana verir, xanım bir bir bilir. məsələ mənalı. var, bir məsələ var. Xatirə xanım, çox üzr istəyirəm. Polisə müraciət edirsinizsə, təbii olaraq polis həmən anda sizin uşaqlarınızı alıb nə sizə vermir, nə də Bəli, atır. bəli. Çünki polis o işlə məşğul olan orqan verməz. deyil. Və polis Uşaqların orqanı görsə verilməsi ki, məhkəmə orqanlarının polis işidir. orqanı görsə ki, o ata adamı incidəndir, döyəndir, o ata da uşaq saxlamaz. Bunu nə sizə, nə mənə Amma görə 6 ay onun İcra qaçırmasının hakimiyyətinin səbəbi müvafiq 6 ay qurumlarına qaçırma. müraciət 6 edirlər ay mən həmən. onu mən Və bir də 6 ay nə oldu? mən Sabunçu rayon icra şöbəsinə müraciət Yox, elədim. o 6 Çünki ay biz müddətində siz harda qaldınız? 6 ay müddətində mən atamın evində qalmışam. Uşaqlarsız. Amma dövlət o uşağı sizə verəcəkdi. Vermirdi, qaçırdırdı uşaqları məndən. Gah Qubaya Elə qaçırdı, şey, mən elə şey ola bilməz. Oldu sənə. Azərbaycan polisinin əlindən heç kim içəri qaça bilməz. Heç kim qaça Ay, bilməz. Nurhanə. Azərbaycan Bir şey polisi Nurhanə elə xanım. dəqiqliklə adamı Xatirə belə xanım, çıxarır, qoyur ay qalır. Xatirə xanım, qurban sizə, məhkəmə qaydasında bu işlərin məhkəmənin qətnaməsi olmalıdır ki, uşaq kimdə Nurhanə xanım, qalsın. Yox, özü Pərvin- Məhkəmə qətnaməsi olmadan axı uşağı kim alıb kimə verə Bəli, bilər? bəli, Hacının sözünün qüvvəti, o Ay Pərvinin balam, Pərvinin yalan ata danışma. ananı döyürsə, polis o atada uşağı saxlamaz. Yox, ümumiyyətlə Xeyr, elə şey Həmən yoxdur. müraciət Elə şey edirlər. əgər ki Pərvin xanım, Bəxtli xanım öz uşaqlarını atıb gedirsə, niyə məhkəməyə verib övladlarını istəyib? Yəni əgər 6 ay çıxıb gedibsə, Ay, sağ ol. 6 ay gedibsə, yəni o Pərvinin yalan danışmağı gül kimi ortadadır ki, buradakı. Əgər bu ana övladın atan anasısa, niyə məhkəmədə öz övladını tələb edir? devam edir. Məhkəmə ilə 2022-ci ildə olub. 2022-ci ildə 2023 16 fevralda mən uşaqlarımı almışam. Sabunçu rayon icra hakimiyyəti. Siz üç il uşaqlarınızı görmüşsünüz. Yox, ondan sonra məndə olub uşaqlar. 2023 16 fevraldan uşaqlar mənə verilib.
Sabunçu rayon icra şöbəsi tərəfindən alınıb verilib. Sizə İcraçı verildi. bəli, Hafiz Sonra necə müəllim oldu uşaqlar tərəfindən. oraya? Sonra 2024-17 mayda görüş adı ilə gəldi, apardı və o gündən bu yana qaytarmayıb. Və siz o gündən bu yana bir özünüz bir ana kimi mübarizə aparmırsınız. Mən şəxsən ana Aparırız, olsam, aparırız. ha döyülsəm də. Rafik müəllim, nətər mübarizə altı- aparırız. Uşaq Niyə necə görməmək buradadır? olar? Mübarizə aparır ki, gəlib çıxır. Kəndin suallar verirsiniz. Deyirsiniz ki, Rafik müəllim. Ha valla Rafik müəllim, ola bilər. Ananı pəncərədən tullasan qapıdan girmədi, Rafik qapıdan müəllim, tullasan ola pəncərədən bilər, girmədi. siz Uşağına görə. mövzunu Mən oxuyaq. nasılsınız? Mövzunun Əgər ana əvvəlində dediyi bir Rafik məxəməm, müəllim. əgər Bir anadan bir dəqiqə üzr istəməz. Mövzunun əvvəlində Rafik anamız müəllim, yoxdur. Rafik müəllim, əgər elə bir şey olsa, əgər bir meşuk ana sənətdən Bir gəlib, danışın. üzr istəyirəm. Bir meşuk sənətdən gəlib. Bizim mövzunun əvvəlində xəbərimiz yox. O xanım bizi nələrdən məşğul olub və nələri hara bura, o Mikrofonla idarə, danışın. bu idarə. Bir dənə yeşim deyim, nə bilim bir klok deyim, sənətdən gəlib Ya bura. icra- Hamısını eləyib o. İcrada keçən il icrada Suraxanı rayon icra şöbəsində uşaqlara alıb vermək istədilər mənə. Orada mənə və atama hücum çəkdilər, üstümə hücum çəkdilər. Yalandan ki, mən ona heç nə eləmədiyim halda getdi ekspertizadan yalanlar rəy çıxartdı. Görmüş mən bunu Orada deməli döymüşəm. Pərvin vardı. Bir də kimlər vardı? Atasından anası. Qaynana qaynata da Bəli. oradaydı. Aha. Üstümə hücum çəkmə. Uşaqların Mən 2 dəfə onlara Nurani görə xanım, ki, bütün bunlara mühafizə səbəb modeli nədir? aldırmışam. Bax, Ananın psixoloji problemi. bütün bunlara Kimin? səbəb nədir? Qaynananın psixoloji Bir problemi. dəqiqə, siz neynəmsiniz ki, kişi deyir ki, bu qadında uşaq qalmasın? Məsələ var. Siz neynəmsiniz ki, ata deyir ki, onda qalmasın uşaq. Dövlət saxlasın. O saxlasın. Amma onda nəsə var da. Bəxtlər xanım, siz daha vaxta kimisə bir yerdə bu iki dənə uşaq elə belə dünyaya gəlməyib ki, düz deyil. Bir yerdə yaşamısınız da. Necə oldu birdən elə hamısı partladı, dağıldı, ora bu bura. Səbəbi olmalıdır ya yox. Hə, nə? Qaynana imkan verməyib biz normal yaşayaq. Qaynana imkan O verməyib. səbəbləri biz 10 gündə araşdırırıq. Bu təzə mövzu deyil də. Daha o günlərində dəfələrdən danışdıq, qaynanasından danışdıq, onu döyüb küçəyə atmaqlarından danışdıq. Eyni mövzu təkrarlandıqca əsas səbəb ortaya çıxmır. Biz də indi istəyirik ki, oğlan ki o qədər özünə arxayındırsa, gəlsin bura. Yaxşı demirəm efirə çıxsın, qulaq as. Qulaq as. Bir-bir. Oğlan özünə arxayındır, bir kişi kimi, insan kimi özünə arxayın. Təbii ki, hər kəs bir yana deyirəm, hərə öz mövzusunda düz hesab edir. Gəlsin bura, canlı yayıma çıxmaq istəmir, yansın kameranın arxasında biz ondan danışaq. Onda üz-üzə qalanda hər tək daha da gözəl ortaya çıxacaq. Nurani xanım, mən onun anasının bura gəlməyini istəyirəm. Aha. Anasının efirə çıxmağını istəyirəm. Siz o anasının ağzını açan kimi danışığından siz biləcəksiniz ki, vəziyyət Nurani nədir. xanım, Yevlaq məsələsi yadınızdadır. Bəli. Gəldilər, necə açıq-aşkar hər şey çıxdı Bəli. ortaya. İndi oğlan gəlsin, çıxsın ortaya. Gələ biləm, Gəlsin, demirəm anası çıxsın bura. gəlsin, Çıxsın efirə. burada, Ya yansın sən üzvər biləsən danışaq efirə, onunla. efirə sən Görək biləsən, o siz düzdür ondan ya bu çıxından düzdür. biləcəksiniz. Bir dənə bir şey deyim. Biz heç kimi Çox məcbur kənardan- eləyə bilmərik ki, gəl efirə çıx. Kənardan çox adam, bir dəqiqə gözlə. Kənardan çox adam çox belə iddialı danışır. Hətta qınaq mənbəyinə çevrilir. Elə şey deyil. Mənim heç nəyimdir. Mən bu işin içində varam. 5-6 aydır. Mən bunun əvəzindən bunun başına gələnləri mən ağlayıram. Mən biraz öncə müəllimin dediyi sözə qayıtmaq istəyirəm. Bu məsələyə qayıdacağıq. Çox gözəl vurğuladınız ki, Yevlaqdan gələn ailə. Lalə ilə bağlı, Lalə buradadır hal-hazırda. Yadınızdadırsa biz efirə bir şəkil vermişdik. Nə idi Lalə şəkil? Və görüm hansı şəkil idi? Görüntüləri verə bilərsinizmi və yaxud bir keçid verə bilərsinizmi? Bir keçid verin zəhmət olmasa. Atası Yevlaqdadır. Yevlaqdadır. Bəli, bəli. Aha, nə edir Yevlaqda? Özü Evlidirmi, subaydırmı? bilmirəm valla evlidir, subaydır. Yalan deyirəm Bəs amma. uşağın neçə yaşı var qızım? Uşağı indi 2 yaş 7 aylıqdanın. Onda siz elə demək olar ki, yeni evli sayılırsınız da, uşaq 7 aylıqdırsa, düz deyil. Bir il qapısında qalmışam da. Elə bir uşaq bizə nətə uşağın elə bir qanancığı oldu uşaqda. Onu da atam çağırdı ki, uşağına qan lazımdır da. Atası da gəlin uşağınıza qan verin. Ondan sonra gələndir, ondan sonra görməyib uşağını. Gəldi qan da vermədi övladına. Ata. Öz uşağına qan da vermədi. Xeyr, vermədi heç qan da öz ata balasına.
Siz rəsmi nikahdansınız Bəli, qızım. bəli, rəsmi nikahda. Ayrılmamısınız ki? Ayrılmışam, indi boşanmışam. 1 ildə yaxın boşanmışam onu. Alimentini verir, Vaxtına gecikdir, vermir də. vermir. Xeyr, xeyr. Dediyiniz genetik xəstəlik atası tərəfdə var ya siz tərəfdə var? Bilinmir də indi kimdədir. Necə bildiniz genetik gəlir? Həkim Axı dedi biraz ki- bundan qabaq dediniz ki, bu genetikdir. Bəli, bəli. Genetik olmaq üçün mütləq sizin atanızda, ananızda, nənənizdə, babanızda və yaxud onun yoldaşınızın anasında olmalı. Necə bildiniz ki, bu genetikdir? Qaynanası da hətta belə xanımın qızılların əlindən aldı. Bir müddət onun davaları getdi. Yevlağa mı köçmüş? Bəli, bəli, Yevlağa köçmüşəm. 1 ildə orada yaşamısan. Bəli, bir ildə- Uşaq da orada doğulub. Bəli, bəli. Normal şərtlərlə xəstəxanada. Yəni evin normal gəlini olmusan da Bəli, düzdür? mən normal gəlməm. Toyla, nişanla, Bəli, hər şeyim, dəvətgahla. xınam olub, nişan, hər şeyim olub da. Rəsmi nikah. Bəli. Aha. Layla hansı şəkil idi de görüm. Nə şəkil idi o? Hansı şəkildə danışıram mən? Deyirsiniz ki, qaynana dedi ki, uşağın ağzına siqaret veriblər. Baba da uşağın ağzına siqaret verib ki, baba şəkili ata yatıbdı, uşağın atasına. Fakt elə söhbət olunmuyubdu. Birincisi, ikincisi ki, körpə vaxtı olanın evliliğində olubdu. 9 ayından sonra Şəkil hardadır? Şəkil verir zəhmət olmasa. 9 aydan sonra onlar uşaqdan kənara çəkiblər. Lalə, Uşağı. o şəkil ki var, Bəli, bəli. uşağın, salam əleyküm, necəsiz? Niyə kənarda dayanırsınız? Kənarda dayanmayın, nə qədər ki, ay valideynlər, nə qədər ki, qızınızı bax belə meydanda tək qoyacaqsınız, təklənəcək. Yox, nə qədər ki, analar, atalar, bax buradan səslənirəm. Nə qədər ki, qızınızı ərə verəndən sonra o vağzalını ki, çaldırırsınız, vağzalı, hurrey, vağzalıdan sonra. Efirlərə baxsaz, son 2 ildir mənim qədər anaları müdafiə edən insan olmayıb. Mənim qədər bütün verilişlər, nəinki bu kanalda, bütün verilişlərdə mənim qədər anaları müdafiə edən, hətta az bir şeylə də olsa mən müdafiə eləmişəm. Amma həqiqət hər yerdə gələk həqiqəti deyəsən. Nəzarətdən müdaxilə başqa şeydir də. Mən var nələr çəkirəm, onu heç kim bilmir ki, mən nə çəkirəm, ürəyimdən nələr çəkirəm, onu heç kim bilmir. Mənim balam da məndən Redaktörümüz şəkil əziyyət istəyirəm. çəkir. Qızının yanında ol. Ol qızının yanında. Aynı xanım. Vallahi ölənə qədər qızımın arxasındayam. Qulaq as. O da tullasın. Mən də sabah bunun başına bir işgələ kim cavab verir işləməyə? Deyirlər ki, ana yıxır. Ana yaxın durur. Bəs mən deyirəm qızın yanında ol da. Qız bir ayın 15 gün evdə yatır, 15 günün balinsada. Deyirlər ki, o qız xəstədir ki, onu ərə verib. Xəstə ailəyə qayğı göstərir. Xəstə qayna bundan narazı deyildi. Xəstə qayna niyə qayğı göstərir, qabağını durur. Xəstə uşağına çəkir yediyinə baxar. Ata tuluyub, ana yediyinə çəkib baxır. Bəs niyə Uşaq da qaynana deyir ki, ay ana, bəs niyə qaynana sonradan narazı oldu? Uşaq da ayağa durum. Dəvə dərmanı tutub atam mənə dəstəkdə olsun. Dəvə dərmanı mənə rədd edirsən. Sən mənə görün gücün çatmır buna. Bəlkə siz ailəyə bu cür müdaxilə edirsiniz ona görə. Qaldı ki, bu siqareti var, bu siqareti dayan. Mən keçən verilişlərə demişdim əslində. Siz özünüz çox üzü yola, sakit, səmimi bir xanımsınız, gözəl bir evladsınız. Sağ olun. Sağ olsun ki, belə bir ana, belə bir evlad yetişdirib. Lakin ananın müdaxiləsi hədsiz dərəcədir sizin ailənizə. Bəlkə də elə həyat yoldaşınız ananızın bu cür müdaxiləsindən dolayı sizi belə bir yarı yolda qoydu. Mikrofonsuz danışma qızım. Mən var qurban ol. Mən də bura gəlməkdəyəm sənətə. Mən gəlirəm. Ata gəlmir. Niyə gəlmir? 20 gündür də bu gəlir bura. Niyə studiyaya gəlmir ki? Siz bu cür burada gəldi nə olacaq? Siz axı rəsmi şəkildə ayrılmısınız. Bir danışın. Dəstək göstərirəm. O da elə gəlsin sahib çıxsın mənim kimi. Mən nələr çəkirəm onu Allah bilir. Axırda bilirsiniz necə olacaq? Axırda bilirsiniz necə olacaq? Sizin evladınızın taleyi burada əslində əsas məsələdir. O evladınızı dövlət götürəcək öz öhdəliyinə və sağ olsun dövlətimiz Mən heç ona yol vermirəm. müalicə tədbirləri var. Nə Sağ onlar olsun. müdaxilə eləsələr. Bax, nə sizin yeznəniz, yəni köhnə
kürəkəniniz müdaxilə eləsə, nə siz də ailə olaraq maddi cəhətdən müdaxilə eləsəz, sizin övladınızın xəstəliyi elə bir həddədir ki, yəni ona bir valideyn olaraq gücünüz çatmayacaq. Biz onu gördük. Ona görə də sağ olsun Nurayna xanım, sağ olsun. Siz ən gözəli belə bir harda çıxış yolu odur ki, siz dövlətimizin dəstək durdular. Üzr istəyirəm, gözəl xəstəxanalar var. Bu mənada onlara müraciət eləyin və öhdəliklərinə götürsünlər. Övladınızı sapasağlam sonra təhvil alın. Çünki siz onsuz da ayrılmışsınız. Ayrıldıqdan sonra yox, məhkəmə prosesində bu məsələləri həll etməlisiniz. O onu sevir, o onu görmək istəyir, ona qovuşmaq istəyir. Siz nə danışırsınız? Siz ayrılanda, siz məhkəmə prosesindən Bu ayrılıbsınız. müsibətdən sonra, ay cəmaət, siz deyin, bu müsibətdən sonra bu ailə bir yerdə yaşaya bilər. Siz nə danışırsınız Nurayna xanım? Siz onun gözlərinə baxın. Yaşaya bilməz Nurayna xanım, çünki sərhədlər İkiniz də birdən danışırsınız. sərhədlər qalxıb yaşaya bilməzlər. Bakın. Və bu prosesə burada baxılmalı deyildi. Siz bu cür müdafiə edirsinizsə əgər, məhkəmə prosesi ilə ayrılmışdınız, deyilmi? Ayrılarkən niyə uşağın bu cür problemini məhkəmənin diqqətinə çatdırmadınız? Məhkəmə mütləqdir ki, tədbirlər görəcək uşağın əlavə müalicəsi üçün mütləq şəkildə atanın ödəməsi üçün də müalicə tədbirləri ilə əlaqədar olaraq müəyyən maddi yardım tələbdə buluna bilərdiniz. Hal-hazırda hörmətli ekspertimiz bu işlə bağlı bizim hüquqşünaslarımız məşğuldular. Eşitdiniz mənim dediyimi? Nurayna xanım, niyə barışmırlar? Nə dedim? Yox, mənə maraqlıdır. Ekspert mənim dediyimi eşitdi. Nə dedim mən? Vəssalam. Əgər o məhkəmədə valideynlərin belə deyək də səhlənkarlıq deməyək, bilirsiniz, özlərini itirirlər. Bu adamlar ilk dəfədir efirə gələn adamlardır. Elə o adamlar ilk dəfədir məhkəmə salonuna gedən adamlardır. Bəyəm onlar bu vaxta qədər məhkəmə görmüşlər. Onlar belə deyim, hakimi görəndə o hakimlərin, nə bilim, vəkillərin də xüsusi geyimlərini görən adamlar mandıraja düşür, həyəcana düşür və haqlı olaraq mən onları başa düşürəm. Allah, mən bu xanımın lisenci vermişdi, görəm elə də bu xanım nə istəyir bilmirəm. Adam onun xəstəliyi ilə də bağlı danışa bilməyib bax orada. Ananın fəryadına heyranam. Mən amma iddia edirəm ki, xanım, uşağımın ayında uşaq söhbət sənin xəstə uşağında gedir. Həcə demişsən, bir uşaqdan keçirib bu tərəfə, uşağın iki qrup fırlarıq, sən yenə də gəlsən kişiyə. Qutarlıq kişi yoxdur. Maşınlıqda yıxıldı, öldü, düşdü binada mən öldü. ona görə iddia edirəm ki, bu xanım düzdür, uşağını da istəyir, amma uşaqdan da çox o kişini istəyir ki, o gəlsin, ondan üzləşsin. Sənə qurban olum, sənə bir söhbət edir, sən gedirsən, fırladıb gətirsən yenə də kişiyə. Qəbul eləsə, bu dəqiq qız barışacaq. Qutaraqda kişinin kitabını bağladıq. Bağlamışsaq kişinin kitabını. Hər dəfə siz ata yoxdur. Kişi mən inirəm ki, mən lazım deyil, onun balasan lazımdır. Mən inirəm kişini. Yoxdur. Lazım olsa mən gedib otursaydım da. O qədər atasız uşaqlar var. O da elə bir atasızlardan biri. Sən yenə də gedib qayıdırsan ona. Sən niyə bizi boşlu çıxardılar, çıxırlar, bırakır, yersiz yerə sözlə danışırlar. Sən bir dəqiqə, sən öz qızıma dəstək olma. Qızın da öz balasının ayında olmalıdır. Öz xəstəliyin ayında olmalıdır. Kişinin qızı deyim, mən ölənə qədər, mən uşağımla gəlməyəcək. Siz qız gedir çıxır ki, atası çıxsın, atası çıxsın. 20 gündür bura gəlirəm, ata hanı? Ha, yoxdur ata. Ay, niyə bunun atası? Rafiq müəllim, ata var. Var, yoxdur, olmuş bir şeylər. Ata var. Siz deyirsiniz ki, qız deyirsiniz ki, uşağı xəstəliyi ilə getsin, məşğul olsun. İndi ay hörmətli televiziya tamaşaçıları, mən üzümü sizə tuturam. Cavan, sağlam uşağın atası var. Bizim ekspertimiz deyir ki, qız getsin, boşanıblar, qız getsin, uşağının xəstəliyi ilə məşğul olsun. Nə yapışıb atanın yaxasından? Başa düşmədim. Bu qız o uşağı təkcə dünyaya gətirməyib ki, əgər uşaq bugün xəstədirsə, hər hansı bir xəstəxanaya gedirsə, hörmətli tamaşaçılara üzümü tuturam. Ora qız tək mi getməlidir? Niyə ata da getməli deyil? Ata niyə getməsin ki? Gəlin götürək aparaq, o ailəni barışdıraq. Çünki bu qızın o oğlana sevgisi var, məhəbbəti var. Ay balam, məcbur olmaz axı, bəlkə oğlan istəmir onu. Mən bir təklif də elədim da. Həm savab olar, həm yaxşı olar, amma təbii ki, şərtlər olacaq. Həcə, məsələ orasındadır ki, görəsən həyat yoldaşı xanımı qəbul edəcəkmi? Ana qalxdı dedi ki, bir dənə olarmı mən? Ana qalxdı burada otu dedi ki, ana dedi, nə uşağı,
uşağı qəbulləyərəm, amma gəlin qəbulləməm. Niyə? Nuranə xanım, mən bir söz deyim. İstəmir. Bax görürsüz, əslində problemi yaradan mənbə xanım siz özünüzsünüz. Siz burada anlayışla atanı çağırırsınız efirə, elə deyil. O anlayışı görəsən siz evdə göstəribsiz. Yox, mən bir Hansı söz qadın deyim. olur olsun, kim olur olsun, bax mən bunu qadın olaraq deyirəm. Hər hansı bir kişinin qarşısında, istər işlə bağlı olsun, istər ailə münasibətlərində olsun, yüksək səviyyədə səs tembri ilə danışsan, hər şeyi davadalaşlan, eləsən, o kişi səni dinləməyəcək əsla və əsla. Təbii ki. Təbii ki, onu dünyaya gətirən ananın da evladıdır o. O qaynana da səni dinləməyəcək. Çıxış yolu Mən deyil sizə mənə. bir söz şəkildə. Mənə çıxış yolu deyin. Mənə çıxış yolu Çıxış yolu deyin. Nuranə Mən xanım. sizdən çıxış yolu Nuranə xanım, istəyirəm. çıxış yolu Ha, bu deyin. dəqiqə. Hacı bir dənə çıxış yolu dedi. Əgər ki, övladı sağalmağını istəyirlərsə, qaynana, baldız nədir, qoysun qırağa. Bir dənə belə övlad sağalsın, sonra ayrılsınlar da. Kişi sağ lazımdır ondan sonra. Övlad sağ. Bəxtiyar müəllim, uşaq zökəm olmayıb, soyuq dəyirəsi yoxdur uşağın. Uşağın xəstəliyi uzun Uşağı gəlməkbə. Onlar Ata, yox, ölmək yox, sağdır. Yo, Rafiq müəllim israrla deyir ki, ata Nuranə yox. xanım. Ay Rafi müəllim. Mikrofonla danışın. Yox, Rafi bilirsiniz, müəllim, ittihamlar var. Rafi müəllim, üzr istəyirəm. Çox üzr istəyirəm. Sonra böyüyəndə Mən gəlsin, izləyirəm Gülşah kənardan. Bizim sənətimiz belə sənətdir ki, kənardan izləyirik, onu onların öz qarşısına qoyuruq. Ona görə çox adamlar deyir ki, mən izləmirəm. Biz sizi sizlə göstərən insanlarıq. Teatr sənəti elə bir sənətdir Düz ki, deyirsiniz. Həyatdan insanı götürülmüş. insana insanla göstərən sənətdir. Mən bəzi insanları səhnədə, kinoda canlandırıram, onlar özlərini görəndə qıcıq olurlar. Deyirlər, biz seriala baxmırıq, çünki mən səni göstərirəm. Baxın, mən sizə bir söz deyim. Hər iki gəlin danışır, Allah sizi xoşbəxt eləsin. Amma və lakin, siz ailə quranda oğlanın birinci anasını gülləliyəydiniz, sonra hər ikiniz o anaları düşmən gözündə görürsünüz. Hansı özünə hörmət eləyən oğlan bir də o adamla ailə qurar ki, bir də o adamla barışmaq istəyər ki, sən onun anasını hər ikiniz deyirsiniz ki, anası elədi. Əzizim, bu oğlu mən böyütmüşəm. Sən məni bəyənməyəndən sonra əcəba sənin mənim ocağımda nə işin var? Mən bu sözün qarşılığında Hamıya aid Ailə deyil. həyatı quranda bilirdiniz ki, qaynanalı evə ərə Xanım, gedirsiniz. elə də deyirəm. Mən hər iki xanımı dedim, başqa xanımları demirəm. Sizin sözünüzə Gəlin belə danışaq. Birinci, o evdə yaşamaq istəyirsinizsə ana ilə dil tapın ki, Tabii. o ocağın böyüyüdür, anasıdır. Ya da ərə getməmişdən qabaq gülləliyəydiniz, öldürəydiniz ananı, sonra oğlanın ailə Xatirə quraydı. xanım, mənə biri sizdən maraqlıdır. Bax, Xatirə xanım indi buradakı danışır, hə? Mənim yoldaşım rəhmətə gedib 28 yaşım var idi, uşağımın birinin 2 yaşı var idi. Ölənlərimiz rəhmət. Anam da yox idi, qaynanam da yox idi, ərim də rəhmətə getdi. 2 yetimdən maşallah 30 yaşında oğullarım var, boyumdan uzun. Heç bir kişinin qapısına, heç bir qadının qapısına özümü əskik bilmədim. Allah anama rəhmət eləsin, diplomum əlimdə idi. Getdim, çalışdım, diplomum olmasa da gelib bir kafede qab yuyacaqdım, süpürgəçilik edəcəkdim, maska taxacaqdım, balamı böyüdəcəkdim. Onları elə eləməzdim, nə ərə getməzdim ki, hər hansı bir kişi desin, gəl ayağımı soyundu. Yox, mənim oğullarım hamıdan yaxşı oğlan olacaqdı ki, mənim oğlanlarımın heç kim ayrı bir kişi onlara göstəriş verməyəcəkdi. Qadınsız, sapasağlam, kulak kimi adamlarsız, laydı var boyda qızlarsız. Gedin, işləyin, saxlayın. Sabah, əzizim, sabah o ərə denən ki, bilirsən nə var? Beri bolşi, kiday dalşı. Heç sənin belə uşağın yoxdur. Böyütmüşəm, oğul mənimdir, qız mənimdir. Ay bacı, elə bir şəhid olub öyrəsində. Sakit ol. Fəhlə işləyir orada, qara fəhlə işləyir. Ayın axırı. Bunlara pul lazımdır, zəngeli ki, alimenti yolla. Mən deyirəm ki, almayıb 30-u. Uzağı ayın ikisinə alır, alan kimi yolluyor. Sən də işləyirsən, atası işləyir. Üç nəfər işləyir. Mən bir alimentə işləmirəm, mən sələmə işləyirəm, kreditdə işləyirəm. Ay anam, bir də dayan. Bax, kimlə gəlib gedir, nədir? Xəstə deyil onun uşağı. Xəstə uşağı küçədə qoymalıdır. Hardan qazanmalıdır, hardan almalıdır? Sənəti yox, vəzifəsi yox. Niyə onu evləndirirdin onda?
Niye bu paltarı ona giyindirdin? Sənəti yox, sübutu yox, pul qazana bilmir, arvad saxlaya bilmir, uşaq Arvasız saxlaya qalmalı, bilmir. mənə görə evləndirməli deyiləm. Evləndirmişəm. Deyir arvasız qalmalıdır. Bəs sizə uşaq yazıq deyil. Evləndirmişəm. Hə. Beləsi çıxıb rastı. İmkan vermədilər ki, bax, baxırdı da, yaxşı da baxırdı. Lap yaxşı da baxırdı. Apar baxdıydı uşağına. Nə yaparım baxın? Uşağına. Həmçəlik versin, apar baxıram. eləyir. Sizin oğlunuz var bacı. Allah can sağlığı versin. Sağ olun. Sizə ləzzət eləyər, ocağınıza gələn gəlin sizə nifrət eləyə, amma oğlunuzla bir ocaqda yaşaya. Elə deyil. Niyə çəkilmirsiniz aradan? Çəkilin bu iki adamlara imkan verin, bəlkə onlar da oradan da mehriban dolanacaqlar. Amma və lakin bu analar imkan vermir. Oradan oğlunun anası, buradan qız. Çəkilin ortalıqdan. Vallahi mən onları görmürəm. Mən Bakıda, onlar Yevlaxda. Mən Yox, onları nə görürəm? Vaxtilə görmüsünüz də. Vaxtilə də İşlədə səbəb var, səbəb. Oğlan Gedib niyə gəlmişəm. uşağı qıza vermir, Toy səbəb. günündən çıxaram mən Nurhanə 20 xanım, geçə məsələ bundadır ki, mən o təklifi verdim, gördünüz, qız heç bir reaksiya vermədi. Sanki, amma ananın gələ var, reaksiyası var. Mən yenə sözüm üstün deyəm. Razısan, gəl gedək, təşkil edin, Nurhanə xanım başda olmaqla təşkilatçılıq eləsin, gedək sizi barışdıraq, gözəl bir ailə kimi, uşağınızı da alın yanınıza, gözəl bir ailə kimi yenidən yaşayın. Nə deyirsən? Olar mı Hacı müəllim söz deyim? Deyirlər ki... Adı Hacı deyil, adı Rahimdir. Hacı deyirlər, mən də Hacı deyirəm, mən Hacı deyirəm. De ay Lalə, de görək nə deyirsən, de O qızım. anası qəbul eləməyəndən sonra o qapıda Hə, Sənin nəyimə lazım deyirəm, sən istəyirsən, istəmirsən. Biz onu təşkil edirik. Xeyr, istəmirəm. Yalan danışırsan. Vallahi Yalan. istəmirəm. Valideynlərimə görə deyirsənsə, onu da razı salarlar. Xanım. Siz barışın. Barış demir, Lala, bana səhv başa düşürsən. Hacı deyir ki... Niyə studiya məni çıxartdılar? Gəlmişdilər də düzü. Deyirdi ki, bölmə düş gedək. Ay Lala, bax, bir dənə, ay Lala. Sağ ol, mən də deyirəm gəlmişdilər də, bibidir, əmidir, nənədir. Niyə gəlib yaxındırmadı? Lala, Soyuqluq yaraşdılar uşaqla. Nurhanə xanım deyəndən sonra uşağı bağına basdılar. Sözü başa düşürsən, Lala. Hacı deyir ki, sənin uşağımın müalicəsini götürürəm boynuma. Müalicə elətdirirəm. Sənin uşağımın sağlamlığı lazımdır sənə, yoxsa yox? Bəli, mən istəyirəm Buna sağlam görə olsun. hər bir əziyyətə razısan qatlanmağa. Mən nə istəyirəm? Mən də deyirəm ki, uşağım sağlam olsun. Düzəlsin uşağım. Nurhanə xanım, olar mən də müdaxilə edeyim. Bu xanım boşanıb. Müdaxilə etməyin, mən qalmışam burada, inandırım sizi ki, əziz tamaşaçılarımız. Məncə, Nurhanə xanım. Analar ki var, analara can qurbanı, analar bizim başımızın tacıdır. Amma bu qızların yanında, sizə demirəm ha, birdən elə bilərsiniz, sizə deyirəm, elə baxır mənə, tərs-tərs baxır mənə, elə bilir ona deyirəm. Vallahi sizə demirəm, amma gəlin əyri oturaq, düz danışaq da. Necə oturursaq oturaq, amma düz danışaq. O qızın yenidən ailəsi ilə barışmaq məsələsi elə açılan kimi qızın qulağı eşidə-eşidə deyirsən ki, yox. Yox, nəsən deyirsənsə, bir dəfiyə 80 dənə yox deyirsən, qız da deyir istəmirəm də. Reklamlardan sonra davam eləyəcəyik. Sesim çıkmaz anla halimden. Yaram çok derin, kanar her yerinden. Merhem yoktur cümle alemde. Soran olsa kar gözlerimden. Nereye gideyim, nasıl edeyim? Benim senden tek bir dileğim var. Otur yanıma, bekle Bəxtilər duyana kadar. düz il yarımdır balalarının həsrəti ilə yaşayır. İl yarımdır. İl yarımdır hər gecə yerinə girəndə balalarım deyib ağlayıb. İndi Lalənin oğlunu studiyada aldı qucağına. Nə bilməyim, nə olur olsun,
Ananı baladan ayırmaq olmaz axı. Ananı baladan ayırmaq günahdır, böyük günahdır. Balaları da anadan ayırmaq çox böyük günahdır. Onlar yavrudular, balacadılar, onlar ana istəyirlər, ana nəvazişi istəyirlər. Nənə, nə olur olsun, nənə nə qədər sevgi versən, nə qədər nəvaziş göstərsən, nənə nənədir də. Nənə ana deyil axı. Dilim lal olur ardın bakarken, zamanı yok ki her ayrılık erken. Gönlüm yorgun nasıl çare bulsun, diğer yarımı bulmuşum derken, nereye gideyim, nasıl edeyim? Pərvin, bax bilirəm ki, hal-hazırda bizi izləyirsən. Biz səninlə görüşdükdə, söhbət də elədik. Uşaqlar bəxtilədə qaldığı müddətdə sənlə görüşdürüb. Yəni, atadan ayrı saxlamayıb da uşaqları, sənlə görüşdürüb. İndi səndədir uşaqlar. Sən də ana ilə görüşdür də. Bax ki, telefonla belə qoymursan danışmağa. Vallah günahdır qardaş, vallah günahdır, billah günahdır. Çox böyük günaha batırsan. Sən uşaqlardan indi 4-5 yaşı var, onlar anlamırlar bunu. Vallahi billahi biraz ağılları kəsəndən sonra deyəcəklər, ata hanı bizim anamız? Nə deyəcəksən? Ananın əxlaqında bir problem yoxdur. Deyəsən ki, bala, ananız çıxdı, getdi. Uşaqlar sussun. Ana pis alüdəçi deyil, pis vərdişi yoxdur. Deyəsən ki, anan nəyəsə qurşandı. Uşaqlar sussun. Ananın psixi problemi yoxdur. Deyəsən ki, bala, qorxurdum sizi yanında saxlamağa. Bəs bu uşaqların sualına, qardaş, nə ilə cavab verəsən? Nə deyəsən uşaqlara? Deyəsən ki, mən zor gücünə sizi ananızdan ayırmışam. Ana orada o, Xatirə xanım, bu analar ayrı qalanda ana orada məliyə-məliyə qalır. Bala burada qalır. Bala burada ağlaya-ağlaya qalır. Təzəgül xanım, gəlin uşağı götürün də, uşaq yatıb qızın qucağında, götürün qucağından. Nurani xanım, əslində bir tərəfdə Vallahi mən də bilmirəm, Pərvinə nə deyim? Xəstə övladından imtina edən ata var. Bir tərəfdə də iki övladından əl çəkməyən digər ata var. Amma hər zamanki kimi cəmiyyətdə... Sən səslən bir Pərvinə. Yəni, insandır da, deyir Rafiq müəllim, söz var, deyir, dağa qaldırar, söz var. Pərvin olsun, versin bir ay onda qalsın, bir ay o saxlasın. Pərvin, biz, bax, qardaş, düşmənçiliyi qoyaq kənara. O məhkəmənin qətnamələri də, o yazılan qanunlar da, bizim yazılmayan qanunlarımız da var. Bizim milli mənəvi dəyərlərimiz var. Biz İslam dininin ən gözəl qaydalarına əməl edən bir xalqıq. Bizim başımızın üstündə Allahımız var, Peyğəmbərimiz var. Biz dinli, imanlı insanlarıq, qardaş. Biz günah nədir onu bilən insanlarıq. Biz Allahdan qorxan insanlarıq, biz günaha batarıq deyə qorxan insanlarıq. Gəl bunları qoyaq kənara, gəl bu balanı analarla görüşdürək. Pərvin, nə demək istəyirsənsə de. Düşmənçiliyi qoyun kənara, ortada iki gözəl bala var. Telefonla zəng edirəm uşaqla danışmağa, uşaq üzümə baxır, telefona baxır, gözü ilə işarə edir atasına, ata mən nə deyim buna? Uşağı o qədər naqruskaya salıblar ki, beynini o qədər doldurublar ki, uşaq belə məndən danışmağı bilmir. Efirdən səni izləyən yoldaşıva denən ki, olan olub, keçən keçib. Biz düşmən olmamışıq ki. Biz müharibə eləmək üçün bir-birimizi tanımamışıq ki. Gəl hər gün, həftədə 2-3 dəfə mən heç olmasa balamı görüm. Bir evdə də yaşaya bilərsiniz də, düşmən deyilsiniz ki. Yəni, çıxır məhkəmələri çıxardılar, yalandan deyir ki, mən verirəm, uşaqlar getmir, amma o şəraiti də yaratmır. Bax, sizə videolar verdim mən. Bir dənə o videonu göstərin, o uşağın mənlə axırıncı icra prosesində, o uşağın mənlə rəftarını görün, ondan sonra siz görəcəksiniz ki, o nədir? Və indi xahiş eləyəcəm, redaktorumuz hazırlasın o görüntüləri, yenidən baxaq o görüntülərə. Bir də bu arada mənim təşəkkürlərim var, əziz tamaşaçılarımız. Valideynlərə səsləndik. Mən
övladlarında autizm əlamətləri olan valideynlərə də səslənmək istəyirəm. O qədər fədakar valideynlərdir ki, sözün əsl mənasında. Bilirsiniz də, autizm əlamətləri olan uşaqların cəmiyyətə adaptasiyası çox gec olur və bu zəhmət tələb eləyir, sevgi tələb eləyir, özü də çox illik zəhmət tələb eləyir. Ber David mərkəzinə müraciət edə bilərsiniz, mən sizə tövsiyə edirəm və bilirsiniz ki, bütün müayinələr ödənişlidir. Amma oktyabr ayı boyunca Ber David mərkəzi bu uşaqlar üçün müayinələrini pulsuz etdi. Bizim xahişimizlə, çıxış yolu proqramının təklifi ilə, xahişi ilə sağ olsunlar, xahişimizi nəzərə aldılar. Ayın sonuna bir neçə gün qalıb, mənim əzizlərim. Pulsuz, ödənişsiz müayinələrdən siz də istifadə edin. Nömrələrini, əlaqə nömrələrini diqqətinizə çatdırıram. 055 627 37 70 nömrəsi ilə bax elə bu dəqiqə zəng edin, qeydiyyatdan keçin, Yosifa Exelin və David Exelin müayinələrinə siz də gedin. Naprof geli haqqında sizə məlumat vermək istəyirəm. Əziz tamaşaçılarımız, Naprof geli xüsusilə baxın, indi havalar bir balaca soyuyan kimi çoxlarımızda bel ağrıları, boyun ağrıları, əzələ, oynaq ağrıları özünü daha kəskin şəkildə biruzə verir. Naprof gellərindən istifadə edə bilərsiniz. Anındaca ağrını kəsir, ağrı kəsici gücə malikdir və daha sonra sizin oynaqlarınızda hər hansı bir problem varsa, məsələn, oynaqlarda bir iltihab varsa, əzələ iltihabı varsa, vətər iltihabı varsa, həmən müalicəsi ilə məşğul olur. Naprof gellərindən istifadə etməyinizi tövsiyə edirəm, mən özüm də istifadə etmişəm. Və əziz tamaşaçılarımız, Central B haqqında da məlumat vermək istəyirəm sizə. Central B sizin bütün əsəb sisteminizi qaydasına salmaq gücünə malikdir. Çünki Central B təbiətdən gələn bir möcüzədir. Sözün əsl mənasında möcüzədir. Pişik otu, çərxifələk çiçəyi, bir də yemişan çiçəyi. Hər üç çiçək insana rahatlıq gətirir, yuxunu yenidən bərpa edir, əsəb sistemini tamamilə sakitləşdirir. Bizə də nə lazımdır? Əsəblərimiz sakitləşsin, yuxumuz normala düşsün ki, səhəri daha gözəl, gümrah, şən, əhval-ruhiyyədə açaq. Central B-dən, apteklərdən soruşun, istifadə edin. Gündə bir tablet istifadə etmək kifayətdir. Təbii ki, siz həkiminizlə məsləhət etdikdən sonra istifadə edəcəksiniz. Və qısa bir aramız varmı? Mənə söyləsin redaktorumuz, yoxsa davam edirik? Pensiyonu verirəm, kredini pensiyonu verirəm. Çıxsın, gəlsin, otursun burada, nəylə baxsın, nəylə baxsın? Anam qurban sənə, bacım, mən nəylə baxım? Sən işləyirsən, mən işləyirəm. Oturaydı böyüdə, bax neydim. Oturaydı. Ayağım işləmir, dərman ayağım, dərdədə dərman çıxar. Baxın, ay Cahamat, baxın. Baxın, görün, baxın. Mən nə görmüşəm, deyirsiniz ki, niyə oturmuyor? Bizi danışın. Sən heç qoyaydın, oturaydı. Sən evinə, gəlim bərdəyim. Mən bir otaqlıda evdə yaşayırım. Sənin evinə görəm mən. Bakıdan gedib bilmirəm. Qız, oturaydın, o gəlim bərdəyin sənin olaydı, sənin. Anasız deyil, necə döşək, dədədir. Mən bir haftadır buradayım. Bir hafta sənin yolunuz ki, niyə gəlmir? O boyda milyon adamın içine çıxıram. Qışqırma, qışqırma. Əslində mən başqa temaya keçməmiş bir söz deyərdim. Bilirsiniz, çox vaxt söyləyirlər ki, gələn məsəl üçün xanım çox aqressivdir, çox aqressiya ilə danışır. Biz də haqsızlığa uğrayanda, biz də ədalətsizlik görəndə nə edirik? Şəxsən mən özümü cilovlaya bilmirəm. Siz özünüzü cilovlaya bilirsiniz. Yəni, o qədər belə kamil olmalısan, o qədər belə iradə gücün olmalıdır ki, sənə qarşı bir ədalətsizlik olanda sən səsinin heç olmasa tonunu bir pillə qaldırmayasan və onunla bəli, xeyir, siz doğru deyirsiniz. Səmimi deyilik də, yalan olmur. Mən riyakar adamları xoşlamıram. Nə var odur? Nəyin var odur? Məni də kimsə əsəbləşdirəndə də mən də əsəbləşirəm, mən də səsimin tonunu qaldırıram. Bu adam ona görə aqressiyalı cavab verir. Adam deyir ki, haqlı olaraq, deyir, ay qardaş, ay mənim keçmiş həyat yoldaşım. Bu uşaq xəstə deyil. Bu uşağın xəstəliyi ilə biz məşğul deyilik. Mən bu uşağın xəstəliyi ilə niyə təkcə məşğul olmalıyam ki?
Mən niyə burada xəstəxanalara tək gedib gəlməliyəm ki? Boşanmışıq, lap yaxşı, olub yaxşı da. İndi sən boşanmışıq deyə sən pencəyini götürüb getməlisən. Mən də uşaq qucağımda xəstəxanalarda qalmalıyam. Gəl bir dəfə xəstəxanaya mən aparanda, bir dəfə də sən apar. Bir ay mən baxanda, bir ayda sən bax. Bir həftə mən xəstəxanada yatanda, bir həftə də sən yat. Haqlı deyir də, məncə haqlı deyir. Əslində Nurayra xanım, yəni bir çox insanlar da hətta bu verilişlərdə bizə baxanda deyirlər, niyə əsəbləşirsiniz orada? Niyə ağır? Deyirəm, sizin sözə gətirəm. Bu haqsızlığı görəndə bizə görsə ağrısləşirik. Biz əsəbləşirik. Münasibət bildirəndə avtomatik biri-birimizin sözü boğazımızda niyə biri belə deyir, biri elə. Bəli, o qızın normaldır ki, öz övladı da övladın üstündə çalışır, düz deyir. O tək dünyaya gətirməyib ki. Onun atası var, boşanmışsınız, bəli, hər ikiniz etməlisiniz. Mən səbirsizliklə noyabrın üçün gözləyirəm ki, qızımızın anası dedi ki, mən noyabrın 3-də girəcəm Mingəçevirə, uşağı da aparacam və onlar da gələcəklər, onu götürəcəklər. Gözəl. Görün o anası görə o söz üstündə dayanacaq ya yox. Bəli, noyabrın 3-ünü səbirsizliklə mən də gözləyirəm və əziz tamaşaçılarımız, deyir, bütün bu aqresiyanın, əsəbin içərisində bir dənə şad xəbər deyim sizə. Deyim şad xəbəri. Şad xəbər deyən kimi üzlərinə güldü. Şad xəbər istəyirsiniz? Ülker xanım istəyir. Deyim mi? Deyim mi şad xəbəri? Yox, biraz sizi intizarda saxlayacağım sonra, indi demərəm. Birazdan deyəcəm şad xəbəri. Bugün studiyamıza bir dayı gəlib, İlqar dayı gəlib. İlqar dayı, xoş gəlmişsiniz. Sağ olun, xoş Hansı gəlmişsiniz. rayondan gəlmişsiniz İlqar dayı? Göygöl rayonundan. Göygöl rayonu. Ha, cənnətdən gəlmişsiniz siz. Sağ olun, Nə sağ olun, gözəl. Allah razı olsun. Yaxşı baxları dindi oranın. Hacı kənddən üzü yuxarı qalxırsan. Bəs. Yolun kənarında o təndir çörək pişirənlər var yenə. Yığışdırıblar, yoxdur. Yoxdur da. Amma o gözəl bir adət idi. Kətə zat da pişirirdilər. Var, yenə qabaqçı qədər yox. Az da olsa qalır. Var. Yay sezonu çox olur, amma indi azdır. Hə, gözəldir oralar. Bizlərə dağlara qar yağıb. Qar yağıb. Artıq soyuqlar, oradan üzü bəri gəlir də soyuqlar. İlqar dayı, nə idi səni bura gətirən, ay dayı? Neçə yaşında var? 65 yaşım Nurani xanım. 65, yox, cavansan. 65 yaş nədir ki? Əvvəla... Dayı nədir, qardaş deyəcəm sizə. Əvvəla salamlayıram sizi. Eləcə də ekspertləri salamlayıram hamınızı. Sizin tamaşaçıları da, izləyiciləri də salamlayıram. Məni buraya gətirən Nurani xanım, mən Əliyev İlqar İsmailoğlu və 2 balalarımın adımıza ölüm kağızı çıxardılar ki, biz ölmüş. Xahiş deyirəm, qadan alın, başına dönüm. Mən ölmüşəm, mən qoca kişiyəm, bu heç. Birinci dəfədir belə şey eşidirəm. Bax, biabırçı görünməz, eldən çıxarılır. Deməli... Belə dayıya deyirlər ki, ölü halında yaşayan kişi. Ay qadan alın, ay qadan. Deyirsiniz ki, deməli, siz yaşayırsınız, siz və övladlarınız. Deyirsiniz deyəndə ki, yaşayırsınız da. Hə, mən də çaşdım bir şey. Hə, deməli, deyirsiniz ki, siz sağsınız. Bəli. Amma sizi ölü kimi qələmə veriblər. Bizim əslimiz Qərbi Azərbaycanlıq, Göyçəlik. 88-ci ildə gəlmişik, Göygöl rayonunun Küçü kəndində də məskunlaşmışam. 2013-ə qədər mənim evim də olub, eşim də olub, torpağım da olub, ailəm də, uşaq da olub. İntihasyondan sonrasında mənim adıma ad çəkə bilərəmmi? Uşaqlarımın dayısı, kəndin icra nümayəndəsi, bələdiyyəsi, vəzifəli məmurlar çoxları. Uşaqların dayısı, uşaqların dayısıdır icra nümayəndəsi. Əgər ona dayı demək olarsa da. Qohumsuz, yaxın qohumsuz, dayısıdır. Uşaqların dayısı. Ortada mal-mülk məsələsi varmı? Bəli, mal-mülk. Məsələ qəlizləşdi. Bir məsələdə olur, belə şeylə mən şahid olmuşam. Uşaqları, indi dayının uşaqları atasız kimi yazdırıb, ona təqaüd olanlar da var. Belə bir məsələdən də istifadə edənlər olur. Mal-mülkü bilmirəm. Ola bilsin ki, dayısı kişinin övladlarına təqaüd yazdırıb, hansı atasızlıq burada. Ona görə elə bir sənəd də düzəldə bilirlər. Ola bilər ki, siz o digər bir məsələni deyirsiniz. Deməli, dayı, sizin deməli sənədlərinizdə olan deyək ki, bu sizin dediyinizə görə
sənədlərinizdə olan bu saxtalıq Var, uşaqların var. dayısının tərəfindən Bəli, olunub. başçılıq Düzdürmü? eləyən Başa düşdüm. oldu. Uşaqların dayısı ilə sizin aranızda Göygöl rayonuna dayı da Qərbi Azərbaycandan gəlmişdi. Bəli. Siz hamınız Qərbi Azərbaycandan 88-ci ildə məcburi köçkün olaraq gəlmişsiniz. O çoxdandan Onlar bizdən qabaq gəlib onlar burada yəqin 48-də gələnlərdəndir. Yox. Bizdən gələnlərdəndir. Axırıncı dəfə Qərbi Azərbaycandan 88-də gəlmişik. Deyirəm, Bakıda çoxdandan işləyirdi. Hə, o dayı burada yaşayırdı. Burada Aha. yaşayır, işləyir. Sonra gəldi o Göygöl rayonuna. Yox, gəlmədi. Gəlməyib. Onun başı mənim yoldaşım üzr istəyirəm namınızdan. Sizin qaynınızdır da belə deyək. Qaynım, hə. Aha, qaynınızdır. Qaynım idi. Rəhmətə gedib. Hə, yox, elə ki, ondan yaxşıdır. Hə. Yox, mənim adım yolum axtırım, üzr istəyirəm. Yəni düşmənçiliyiniz qaynınızladır. Hə. Həyat yoldaşınız salamatdırmı? Bəli, O qardaşı ilə münasibəti necədir? yaxşı. Yaxşıdır. Hə, onun sözünü deyir, onun da yanına gedib. Bəli, Aa, yoldaşınızla... Bəli. Onda sən həyat yoldaşından da narazısan da mən belə başa düşürəm. bəli. Bəlkə onlar birləşiblər bunu eləyiblər. Dayı bu neçənci həyat yoldaşınızdır? Hə? Neçənci həyat yoldaşınızdır? O fikrimi qadan alım, çatdırım üzr. Mənim Nüranə xanım, bu Bakı şəhərində, Nərmanov rayonunda evim var, mənzilim var. Sizin eviniz var. Evi, mənzili ada keçirdi, adına keçirdiblər. Ona görə də mən balalarımın adına saxta ölüm kağızı, ruhu psixi xəstə kağızı çıxardılar. Yox, biri var, ölüm kağızı, bax. Həm də psixi, o sənədlər var. Sənədlər var mı sizdə? Hə, sübut var, hamısı Aha. var. Gətirib gəlmişəm. Ölüm kağızı əli üzdədir. Ölüm Deyir, kağızı. bir çamadan deyir, sənət gətirmişəm. Deməli, iki oğlandı sizdə? Bir oğul, bir qız. Bir oğul, bir qız. Ailəlidirlərmi? Qızım o Gəncə haqq hesabında 20-ci ildə o bombalar töküləndə üstünüzə sağlıq. Bax, keçdi, biraz Vay acil baba, kimi. Gəncədə yaşayırdı. Onda həmən gün biz də ora getmişdik. Nə müsibət idi Oğlum Gəncə. evlidir, Allah sizinkiləri də saxlasın. Qızın onda ailəsi yoxdur. Yox, bu oğlumun yanında qalır, bir evdə qalır. Bacı, qardaş bir evdə qalırlar. Oğlunuzun da ailəsi var, uşaqları falan var. Bəli, evləndirmişim. İndi sizin davanız Göygöldəki torpaq falan deyil. Orada işləyirəm, ha. Başa düşdüm. Bakı şəhərindəki Nərmanovdakı olan evlə bağlıdır, düzdürmü? Onun bir də əsas ölüm axtımız, ölüm kağızımız, ölüm kağızımız. O kağızlar sizdə verilibmi? Mən haraya gedirəm? Başa düşdüm. Bizə təqdim eləyəcəksiniz də o kağız. Gözəl, əla. Hüquqşünasımızla əlaqə saxlayın, zəhmət olmasa Samirə xanım. Ya Turqut müəllimlə, Zaur müəllimlə əlaqə saxlayın. Dayının sənədlərinə baxmamış mən istəmirəm biraz da belə deyək də açaq-tökək məsələləri. Ən yaxşı variantda hüquqşünasımız birinci bu sənədlərə bir baxsın. Çünki ola bilər ki, hər hansı bir məsələni İlqar kişi bizə düzgün olmayan variantda təqdim edər. Biz də onu geniş ictimaiyyətə səhv məlumat vermiş olaraq. Ona görə birinci növbədə... Bircə dənə sual verəcəm, qısa konkret. Siz deyirsiniz ki, ölüm kağızı da hal-hazırda sizin özünüz və uşaqlarınız şəxsiyyəti müəyyənləşdirin, şəxsiyyət vəsiqəsi daşıyırsınız? Mənim də var. Əgər ölmüşsünüz o şəxsiyyət İndi vəsiqəsi... onu mən deyim. Onu mənə, bizim kəsçələr məndən böyük, yaşda böyüklər. Bir 30 nəfər yığıldı, bizim rayonunda məhkəmə quruldu. Yoldaşlıq məhkəməsi. Yoldaşlıq məhkəməsi. Yox, mənə yaş kağızı verdi, doğum şəhadətnaməsi verdilər. Yox, deyirsiniz ki, 30 nəfər yığıldı, məhkəmə qurdular. Məndən böyük ki, təsdiqlədilər ki, məhkəmə dedi ki... Ona yoldaşlıq məhkəməsi deyirlər də. Onu siz Hə də, Sovet dövründə var, yadınızdadır. Bax, mənə orada məhkəmə qurdular. Məhkəmədə də sizi təsdiqlədilər ki, bu adam həqiqətən də sağdır. Hal-hazırda Nurayna xanım, Daxili İşlər Nazirliyinin qeydiyyat şöbəsi var. O qeydiyyat şöbəsindən sizə əgər şəxsiyyəti müəyyənləşdirən şəxsiyyət vəsiqəsi verilibsə əgər... Verilib, 5 ildir həmin bizim polis üzr istəyir. Aktivdir o? Yox, 5 il polislikdə qeydiyyat O heç, o ölüm demək deyil. Yox, indi havada. Havada ola bilərsiniz. Sizin şəxsiyyət vəsiqəniz var? Var. Nə vaxt verilib? 2013 ya da 14. Onun deməli neçə? Nətəri? Ölməyinizi nə vaxtda qeyd eləmişdilər? Ondan qabaq qadan alma. Və onda necə veriblər şəxsiyyət vəsiqəsi? Demirəmmi ki, o 20 nəfər vətəndaşın bütün hüquqları sahib sizdə. Hörmətli ekspertlərimiz bu işlər ciddi olaraq ciddidir, ona görə hüquqşünas sənədlərə baxmalıdır. Çünki İlqar kişinin dediyinə görə 2000 məsəl üçün deyək ki 13-cü ildə ona şəxsiyyət vəsiqəsi verilibsə 2013-dən əvvəl ona ölüm kağızı necə verilə bilər?
Yəni bu absurd bir məsələdir. Ona görə bunu mütləq araşdırıb dəqiqliyi ilə ictimaiyyətin diqqətinə çatdırmaq olar. Reklam fasiləsinə ayrılar. Dublikatını veriblər də sizə. Bərpa, Hətta onu veriblər də sizə. Bax, siz deyirsiniz, bax siz, bax bunu məhkəməyə kim müraciət edibsiz? Hətta kənd icra, siz deyirsiniz ki, mənə ölüm kağızı veriblər. Kənd icra nümayəndəsi də məhkəməyə müraciət edib. Bax, burada da qərara deməli Göygöl rayonudur, 2024-cü il. Cinayət işi başlanmasının rədd edilməsi haqqında. Deməli, nə yazılıb? Göygöl rayonu Quşçu kənd sakini Əliyev İlqar İsmail oğlunun onun barəsində saxta ölüm haqqında şəhadətnamənin verilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Ardını oxumuram. Axırda deməli qərara alındı. Qərara alındı da yazılıb ki, toplanmış deməli filan nömrəli material üzrə, çoxlu rəqəmlər var orada, rəqəmləri oxuyub vaxtınızı aparmıram. Material üzrə cinayət işinin başlanması rədd edilsin. Yəni ki, bu kişinin ölüm kağızı yoxdur da ortada. Mən belə başa düşürəm ki, şifahi olaraq, Müşabə xanım, şifahi olaraq sizin sanki belə deyim də dağa daşa salmağı üçün ehtimallar olaraq sizin belə deyim də ağlınıza bax bunu salmaq istəyən adamlar var ki, güya ki sizin belə deyək də sağ adamlar siyahısında deyilsiniz. Sizin ölüm şəhadətnaməniz var. Ortada amma ölüm şəhadətnaməsi. Siz onunla bağlı müraciət eləmişsiniz. Prokurorluq da rədd edib ki, yəni adamın şəxsiyyət vəsiqəsi var. Prokurorluq kimi böyük bir orqan araşdırma aparıbdır ki, müraciət əsasən cinayət işin başlaması rədd edib. Üstəlik də Daxili İşlər Nazirliyinin MAPS şöbəsi bu şəxsin qeydiyyatı ilə bağlı. Öncə deyildiyim Etibar Məmmədov o kağızı deyirəm ki, bana bir dənə arayış ver ki, Bildim. Mikrofonu götürün. İndi biz nə edəcəyik? Biz Etibar Məmmədovdur da, düzdürmü? Etibar müəllimlə danışarıq ki, sizin ondan almaq istədiyiniz arayışı hansı səbəbdən sizə verilir? Görək onun səbəbləri nədir? Deməli, İlqar bəydən bir söz soruşmaq istəyirəm. Danışıram axı mən. Göygöl rayon Quşçu kəndi, düzdürmü? Quşçu Qarabulaq kənd icra nümayəndəsi. Quşçu Qarabulaq kənd icra nümayəndəsi. Vəssalam, biz Etibar bəylə əlaqə saxlayacağıq. İlqar bəydən bir söz soruşmaq istəyirdim. Bitirdik, əlaqə saxlayacağıq. Deməli belə, əziz tamaşaçılarımız, mən sizə Artoksan geli haqqında da məlumat vermək istəyirəm. Artoksan geli də oynaqlar üçün çox belə deyim xeyirli, həm ağrı-kəsici, eyni zamanda müalicəvi xarakter daşıyır. Oynaq və əzələ ağrılarında istifadə olunan unikal bir vasitədir. Oynaqların iltihabı, oynaqların yaşla bağlı degenerasiyası, radikulit hallarında əzələ iltihabı və belə deyim, əzələ ağrıları, sinir ağrıları, vətərlərin iltihabı və ağrıları. Xüsusən, əziz tamaşaçılarımız, payız ayı, üzü qışa gedəndə çox adamların dizləri ağrıyır, oynaqları ağrıyır, boynu ağrıyır, kürəyi ağrıyır. Bu ağrıları aradan qaldırmaq üçün Atroksan gelindən siz də istifadə edə bilərsiniz. Görüm orada Lalənin anası kimlə danışır telefonla? Lalə, maman kimlə danışır orada? Hörmətli qaynana, orada kimlə danışırsınız elə əsəbi vəziyyətdə? Hərarətli, belə deyim də, belə coşqulu vəziyyətdə telefonla kimlə danışırsınız? Bax, elə o coşqulu danışmaqlarımızın axırıdır ki, gəlib çıxırıq bu məsələyə. Gəlib çıxırıq ona ki... Çıxış yoluna müraciət edirlər ki, çıxardın bizi. Çıxa bilmirik. Və bu arada, əziz tamaşaçılarımız, mən sizin diqqətinizə çatdırmışdım ki, sizə bir xoş xəbər deyəcəm, sizə bir şad xəbər deyəcəm. Şad xəbər deyəkmi? Yəni, redaktorumuz icazə versə deyəcəyik.
Sakit ol. Sakit ol. Sakit ol. Fəhlə işləyir orada, qara fəhlə işləyir. Ayın axırı. Bunlara pırladımını zəngeli ki, alimenti yolla. Mən deyirəm ki, almayıb 30-u. Uzağı ayın ikisinə alır, alan kimi yolluyor. Sen de işleyeceksin, atası işleyir. 3 nefer işleyir. Mən bir alimentə işləmirəm, mən sərəmə işləyirəm, kreditdə işləyirəm. Ay anam, bir dəqiqə dayan. Bak yemeğinin gəlib gedir, nədir? Xəstə deyil onun uşağı. İndi əziz tamaşaçılarımız, təbibdən gəlmişdi sizə zəng. Aha. Ona görə qaçırdınız ora bura. Nə idi? Mikrofonu verin. Mən də efirdə səsə qoymuş. İndi dedi ki, xanım, sizə Svoltadan bizə məlumat gəldi ki, şükürlər, dəqiq uşağın yaşadığı yer adresi dəqiq bilək, gələk uşaqla əlaqə saxlayaq. Mən dedim 12-sə, dedi yox, yaşadığın ünvan dəqiq olmalıdır. Harada yaşayırsan, küçənin adı dəqiq olmalıdır. Təbibin əməkdaşları. Bəli, Svolta tərəfdə. Çox gözəl. İndi o şad xəbəri hansınız deyirsiniz? Lalə bəlkə siz deyirsiniz? De. De o şad xəbəri de, nəhayət bu günləri bir dənə şad xəbər eşidək də. De görək. Amma dayan. 100% bilirəm, 100%, milyon faiz efir izləyirlər. Nənənin adı nə idi? Zərəngül. Zərəngül nənə, Alik baba, Xalidə bibi, əminin adı nə idi? Xalik əmi, atanın adı nə idi? Röyal. Mən Röyalın adı necə oldu, mən unuttum. Əsərimizin qəhrəmanı, ay Röyal, bir gəlib balanın bağrına bassaydın. Ondan sonra deyir, mən də əlimi sənin yaxandan çəkərdim, qardaş. İndi görün nə deyirəm, o şad xəbər hamımızdan çox sizi maraqlandıracaq. Bəli. Sakit. De. Sağ olun, xanım. Bugün çox sevincli xəbər aldım. Nəvəmi sağ olsun İsmail müəllim apardı bizi Talasemeriya Balizasına. Orada analiz verdirdi bizə. Allah ona ömür versin. İçində siz olmaqla, sizin əməkdaşlarınız olmaqla sağ olsun. Apardıq uşağımıza analiz. Bugün də getdim cavabını aldım. Sevindiğimə göğe açdım ki, mənim körpəmdə o adlı xəstəlik yoxdur. Talasemeriya xəstəsi deyil. Dedi ki, özünün xəstəliklə bağlıdır. Onu da inşallah alarsınız. Heç bir qorxuluğu yoxdur. Allah ömür verin. Allah verin ömrü heç kim kəsə bilməz. Gel görün bura. Dur görüm. Can. Bir istiridyenin kıymetli incisini sakladığı gibi saklarım seni bir bahar dalının narin tomurcuklarını sakındığı gibi korurum seni çok derin derinlerimde ellerim. O da mənə körpəmə dəstək durur. Sağ olsun. Mənə nə lazımdır, nə dədə, nə bibi. Bir. Ben orada sevine çıktım. Şükür Allah. Teselli yok. Hətta bunun da analizini verdim. Niye? Dedim ki, üzür istəyirəm bu doktorlardan. Dedim gələcəkdə bu da ailə qrup gedəndə yenə bir xəstə olur. Dedi ki, xeyr. O özünün xəstəliyindən bağlıdır. Amma şübhədən çıxmaq üçün analizini ver. Bunun da analizini verdirdik. Onda da yoxdur. Dedi, həftənin 3-cü günü cavabını götürərsiniz. O da təmiz çıxandan sonra deməli onda olacaq ata tərəfdə. Bu genetikdir, genindən gələndir. Dayan görüm, indi sən bu qızın analizində verdirmək istəyirsən ki, qızı ərə verəsən. Yox, estağfurullah, qələtdir. Onun uşağı ona ərdi.
Bax, indicə dedin ki, bəlkə ərə getdi, uşaq doğdu. Deyirlər, gəlirəm. Gələcəyi üçün deyirəm, gələcəyi üçün. Gələcəyi üçün de ki, Royalla ikinci uşaqları dünyaya gələr. Sən başladım, sən bir dənə keçmişin problemi qutar, sonra gələcəyə gedərsən də. Keçmişlə qutaraq, Allah səni sevindirdi, düz deyil. Bu sevincə sıracı qatdın ki, onu bir daha onu da yoxlayayım görək nə olacaq. Bilirsən niyə görə? Canını yerim. Onlar bilir ki, otur ki, xəstəlik səndəndir. Sən gətirmişsən xəstəlik uşağa. Sən o başqa şey dedin axı. Gələcəkdə ana ola bilər, nə Onlar olacaq. deyir ki, sənin özündəndir xəstəlik. Sən xəstəsən ki, doğduğun bala xəstə olub. Bax, budur. Bunun qabağında budur. Allah şükür elə. Allah şükür ki, belə bir şey yoxdur. Getdiyin yollara, getdiyin həclərə qurban olum. Qıldığın namazına qurban olum ki, sənin kimi dəstəkdir bu körpənin arxasında. Allah heç zaman heç bir anaya, valideynə uşağı tərəfindən Ananın imtihan yanılan edilməsin. məqamlar var, əziz tamaşaçılarımız. Onlar deyir ki, bu uşaq xəstəsi bundan, bizdəndir. Onu bilməkdir. Əsasda ona görə anaz verdim ki, qoy diaqnozdan çıxartdırım. Onların əlində şey olsun. Hansı ana öz balasına atılan şərə, böhtana razı olar? Siz də Heç bir haqlı ana. olaraq bu mənada sizinlə razıyıq. Amma hər bir halda Rafiq müəllim də dediyi kimi əslində keçmişi qapatmaq lazımdır yeni səhifə ilə. Çünki sizin bildiyimiz qədərilə övladınızın xəstəliyi ilə əlaqədar olaraq Royal bəy sizdən imtina etmişdi. İndi də övladınızın xatirinə onsuz da övladınıza öz həyatınızı sərf eləmək istəyirsiniz, bəxş eləmək istəyirsiniz. Yenidən onunla yeni bir səhifə açasınız Royal bəylə. Mənim sizə bir sual olar mı Ana xanım? Uşaq xəstə deyil. Royal uşağın talasimiya ilə bağlı heç bir ilgisi yoxdur. Talasimiya xəstəsi deyil. Yəni bu bilirsən, buradakı insanları belə sevindirdim. Mən belə mənim ürəyim titrədi içərdə. Mən o xəbəri alanda. Yəni indi Zərəngül xanım, bax bilirəm ki, sevinirsiniz. Zəng eləyirlərmi efirə? Bibi zəng eləyirmi? Bibi ilə bir mənə əlaqələndirin. WhatsApp-a nəyə yazırsan Bibi? Götür telefonu, zəng elə. Telefonlarımız açıqdır da. WhatsApp-da onu kim oxuyacaq? Bax mənim telefonum buradadır. Mən indi WhatsApp oxuyuram burada rəhmətliyin nəvəsi. Zəng elə görüm. Görüm necə sevinirsiniz. Mənim sizdə maraqlı. İndi bax o bilsə ki, Royal bilsə ki, evladımda yoxdur. İndi səbəb deyirlər ki, uşaq xəstə idi, ayrıldım. Yaxşı, Royal sizlə təzədən yenidən barışmaq istəsə, sizin fikriniz nə olar? Gətir. Allah sənə sağlar. O qız cavab versin də. İmkan ver də bu. İnan hacı, Sən deyir, inan hacı, inan hacı. Allah'ım andolsun bilirdim ki, ana cavab verəcək. Mən xanıma sual verirəm. Ay bibi, o yox qətini var ha, qətini. Nurana xanım o gün toxundu ki, 18 yaşında ərə verəndə deməliydi. İndi daha gecdə ərə vermirsən, bunlar barışda daha gözəl olar. O vaxtı qəti deməliydi. Verməməli, az yaşlıydı. Sən qurban olun. Dərk eləmirdi o 2 il vaxt. yarımda atağın baladan xəbər. Mən saxlayayım. Ataya görə gəlmişsiniz də bura. Ay ana, ay sənin başına dönüm. Mən reklam fasiləsində səninlə danışanda ki, sənin maraqların nədir? Deyirdi ki, ata maraqlanmır, uşaq belə xəstədir. İndi şükür Allah'a ki, uşağın problemləri bilindi də, düz deyil. İndi deyirəm, nə istəyirsiniz ki, yox. Xaldəsi siz? Bəli, mənəm. Efir izləyirdiniz? Bəli, hal-hazırda izləyirəm, çox sevindim. Gözünüz aydın olsun. Çox sağ olun. Ağlayır, bax, Bibi ağlayır. Can, Bibi ağlayır. Qardaş balasıdır da. Şükür, ay Xalidə. Qanı qanındandır, canı da canından. Şükür, bilirəm ki, sevinirsiniz. Çox şükür, Allah'a şükür ki, yaxşı oldu. Gözləyirdik ki, yəni biz görək nə xəbər olacaq ananın üzündən. Allah'a çox şükür. Allah o zaman xəstə olmasaydı nə Anan olacaq? hardadır Xalidə? Anam yanımdadır, yanımda. Və ver görüm nə niyə ver? Bəli. Alo. Raulun nənəsi, Zərəngül xanım. Ay nənə. Alo. Nənə salam. Salam qadın oğlum, salam. Eşitdin xəbəri? Eşitdim, çox şad oldum bala, Allah'a min şükür, Allah'a min şükür. O uşaq onların canından canı qutaracaq, Allah'ın köməkliyi ilə mənim balam sağlam olacaq. Onlara ehtiyacı olmayacaq, onların minnətli sözünə, çörəyinə ehtiyacı olmayacaq.
Ay Allah sənə qurban. İnan bu ailənin Ay dağılmağına Allah səbəb bu sənə iki dənə qurban. yaşlı qadındır. Bəli, tamamilə haqlısınız. Sizə qurban olum. Ana O tərəfdən ana danışır, ora sonra söz göndərir. Bu ana danışır. Ay qurban olum sizə. Nuranə xanım sizdən nə soruşdu? Siz o sevincimizi bildirməkdən ondan mənim canım qutardı. Bu bir sana buradan deyir, elə şey, biz uşaqdan naşıqı, siz başa düşürsünüz, biz sizə nə demək istəyirik? Neyse, keçdi üstündən. Gözün aydın, ay nənə, gözün aydın. Çok sağ olun. Uşağın çok sağ olun. talasemi ilə bağlı heç bir Çok sağ olun. problemi Allah yoxdur. razı olsun. Allah o uşağa kömək duranların Allah Taala üstündə olsun. Allah Elə bir Taala nömrəli çok sağ uşağa olun. kömək duranlar ana. Sizin çok sağ olun. gəlininizin atası və anası idi də. Bir nömrəli Allah onlardan razı olsun. Çok Allah sağ olun. onlardan razı olsun. Ata Qızlarını, onların o nəvələrini gəlinlər. kənara Mən orada da atmadılar, dedim, küçəyə qızım, mən orada da atmadılar. dedim ki, mən gəlim yaxşıydı. Onu öyünü ana ata yıxdı. Ana ata yıxdı. Ay Zərəngül xanım, görün nə deyirəm sizə. Gəlini götürüm uşaqla gəlim sizə. Bir aş pişirərsən gəlib yeyərik. Çolpalı istəyirəm ha özdə, hə? Gəlinlə uşağı gətirib. Day anası ilə atasının telefonlarını da alım, qoyum kənara, danışmasını yollarına. Nə deyirsən? O gəlin elə iz qoyurdu ki, çönüb o arkada ayağı qoyduğu izə bir də ayaq qoya biləydi. Yoldaşına görə, mənə görə yox. Gör nə deyirəm. Yox, bu uşağı gör Allah sizə necə bir lütf elədi. Allahın böyüklüyünə bax, Allahın böyüklüyünə bax ki, Allah sizin gözlədiyiniz o xəstəliyi elə bil ki, bax o kağızı ağ verdi sizə. Allah möcüzəsi deyə bu, göydəkinin möcüzəsidir. O kağızı sizə ağ bilirsən niyə verdi? Onu verdi ki, siz də o kağızın üstündəki o qaraları silib, siz də yeni səhifədən ağ kağızdan başlayasınız. Gəl başlayaq da. Gör nə deyirəm, gəl deyirəm. Qızıllı Quran Allahımız haqqı, o Quran haqqı. Bax, nə deyirsən and içim. Balalarımın üçünün canı haqqı. Mən belə hər verilişdə çıxanda demişəm, döndə cavan qardaşım ölüb, onun yoru haqqı. 2 ay oğul, ortada bala var. Dedim mama, o lalə dilinlə məni yandırdıqları, anası atası dilinlə məni yandırdıqlar. Məni ayaq altı elədiklərim ha, qəbul eləmir. Röyal deyir, bax gör nə deyirəm, Lalə nə deyibsə Röyala, nə səhv eləyibsə, həyat yoldaşıdır da, bir səhv də eləyib. Üstündən keçək, balasının xatirinə də, balanı qoyun da ortaya. Qulağız qadaman, dilinlə deyirmi, 3 dəfə qayıtmışam, 1 kərə, 2 kərə, 3-cü də o uşaq, bir məsəl var, deyir, porsuq su boğanda balasının ayağının altına qoy, yeni də bu baladan birini də tapacam. Başa düşdüm mən nə dedim. Mən yenə deyirəm, Allahımız haqqı, Qızıllı Quran haqqı mən uşağa görə demişəm ki, bala olan olub, hamının önündə söz söhbət olur, o körpəyə görə. Mən yenə demişəm ona, bax bu, İndi deyirsən ki, məsələ Röyaldadır, Röyallıqdır. Bəli, Allahımız haqqı, qardaşımın yoru haqqı. Yaxşı, de görüm, Röyalla mən onları barışdırsam, qarışmayasınız ki bu işə? Barışdır, nə deyirəm mən, amin. Aysa, mən bu sözü istəyirdim sən. Mən onları barışdırsam, siz qarışmayın da, qarışmayın. Əldə bu şərtlə, bu şərtlə, qulaqas gör nə deyirəm, bu şərtlə. Mikrofonu ver, o da mənə, uşaq al qucağından. Mən ortada mənim balamın balası var, mən heç vaxt mən. Düz deyil. Mən çəkdən gəldim, mənim günümü, rəngimi, vuruşumu, canımı gördün. Mən heç vaxt, mən balamın balasından ayırmaq istəməmişəm, heç vaxt. Seviş orada çıxıb çox sözlər deyir, əndə yox. Siz düz deyirsiniz, ana. Çox atası, mən onun rəvalən çox pis rollara girdiler. O uşağı çox ayaqaltı elə, ona görə uşağın hər şeydən qəlbi qırıldı. Başa düşürəm, bax, siz əla, gözəl, müdürük bir qadın olaraq, müdürük, kamil bir ana olaraq danışdınız. Ora çıxıb dedim ki, mən Allahımdan dönüm, mən desəm, hətta ilə mən o gəlinə yemək verməsəydim, o gəlin deməz ki, ayana məni aç saxladın, yerlüz saxladın. Həmşə, onu gənə o yola vadir eləyəm. Bugünkü günə bu zulma salan onun o atasından anası elədi. Allahımız haqqı, bax, bu Qızıllı Quran haqqı. Gör nə deyirəm, elə bir şahmat oynayırıq, anı ilə atanı oyundan çıxardıram, mən. Bax, inandırım sizə. Səndən qabağa mən çıxartmışam, 3 ay. Bir dəqiqə deyən Zərəngül xanım.
Bunları mən barışdırsam, sənin işin var. Bax, dedi. Mən nə deyirəm? Mən barışdı deyirəm. Röyalın anası deyir, qarışmıram. Mikrofonda desin, o düşsün yaddaşa. Bax, sonra etiraz edin. Mən bunları barışdırsam, Zərəngül xanım dedi ki, mənlik deyil, Röyal'la arvadı barışırsa bax. Mən qarışmıram, özləri qarışmırsınız, vəssalam. Oğul yəsiblər, uşaq yəsiblər. Vəssalam. Oğul yəsiblər, uşaq yəsiblər. Mən qarışmıram, özləri bilər. Oldu, əla. Bu məsələyə qayıdacağıq, əziz tamaşaçılarımız. Ay, niyə deyirsin ki, ərid uşağıdır da? Ərid uşağıdır. Əziz tamaşaçılarımız, sabah saat 3:30-da buradayıq MTV Azərbaycanda. Çalışacağıq, sizdi, bizdi, bu ailəni barışdıracağıq. Əgər bugün o uşağın ağır bir xəstəliyinin cavabı bizə təmiz gəlibsə, bunu Allah eləyib bizim üçün. Bax, biz də o yolda bu ailəni birləşdirməliyik. Özünüzə müğayət olun, sabaha qədər.